Mənə çox az soruşurlar ki, golf sizin üçün nədir? Mənə çox sözün açığı golf çox düzgün bir şeydir. Mən golfu başlamışam oynamağa 2000-ci ildə, mən xaricdə oxuyaraq, mən Amerikada oxuyaraq həkimliyə başlayaraq mənim müəllimim mənə bir maraqlı bir şey dedi. Dedi ki, sən yaxşı cərrah olmaq istəyirsənsə, məsləhət ki, sən başlasan oynamağa golf. Mənim üçün bu arada təcrübə gəldi. Ki, golf var, mənim cərrahi əməllərim var və Allah şükür artıq 10 il demək ki, klubun memberiyəm. Artıq mən deyə bilərdim ki, bir klubun kapitanıyam. Orada adam gələndə doğrudan da öz fikirlərini, əziyyətini, yəni ki, o narahatçıları hansı ki, onun içərisində var, daxilində var. Bizim hərəmizdə ki, böyük işlərlə məşğuldur. Bütün memberlər məsələn ki, həmçinin özü olaraqdan sınırlıdır. Beyin qapalı elə ki, beyin çox yorulur. Bura gələndə, siz duaçılığı gələndə, bir yaşlılığı gələndə sizin nələriniz açılır, sizin beyniniz açılır. Çox xoşbəxt bura gəlmək var. Golf mənim üçün çox böyük bir işdir və mən həqiqən golfu çox sevirəm.